Sərin bir payız axşamını yaşayırıq. Axşamınız xeyirli olsun və əlbəttə ki, bir daha bu bizə xəstəliklərin yavaş-yavaş gəldiyini xəbər verə bilər. Belə bir havada biz isti geyimlərimizi yavaş-yavaş düşünməliyik. Mütləq şəkildə nazik pencəklərdir və yaxud köynəklərdir. Bunlar mənə elə gəlir ki, unudulmalıdır. Çünki bizi qarşıda sərt fəsillər gözləyə bilər. Payızdır, qışdır, xəstəlikləri hər zaman bilirsiniz ki, açıq olan bir fəsillərdir. Bugün də xəstəliklərdən danışmışkən səssiz gələn bir xəstəliyi vurğulamaq istəyəcəyik. Çünki səssiz gəldiyinə baxmayaraq, amma bir fırtına kimi də iz qoyur. Yəni ona görə səssiz necə deyirik, düşməni bugün sizə tanıdacağıq. Dəfələrlə deyim sizə ki, sağlam həyat bu mövzunu işıqlandırır. Hepatitlər haqqında mövzulara qulaq asmısınız və mən böyük bir belə deyək də məmnuniyyətlə təqdim edəcəm bugün yenə də həkimimiz, terapeutimiz Zaur Orucovu. Çünki onun qədər hepatitlər mövzusuna geniş, izahlı şəkildə toxunan mənim yadıma hələ ki gəlmir. Ona görə böyük bir məmnuniyyətlə bir daha xoş gördük Zaur doktoru. Salam. Salam aleyküm. Çox sağ olun çağırdığınız üçün və bu belə bir yaxşı sözləriniz üçün. Mən həmişə sevinirəm bura gəlməyə. Niyə görə? Çünki bu fürsətdir biz öz əziz izləyiciləri maarifləndirək ki, bunlar qaraciyər xəstəliklərdən, hepatitlərdən məlumatlı olsunlar. Çox sağ olun. Dəyməz. Doktor, əslində əgər bu mövzu bugün işıqlandırılacaqsa, biz bir daha hepatitin görünməyən tərəflərini də bugün mənə gəlir ki, masaya düzməliyik. Yəni gizli qalan tərəflərini də söyləməliyik, mifləri də. Çünki hər demək olar ki, hepatitlər haqqında danışanda elə bir gün olmayıb ki, sizlə verilişdə o mif gəlməsin. Hepatitlər haqqında çox yanlış təsəvvürlər var insanlarda. Az qala ya həmin insanlardan izolyasiya olunmaq qərarına gəlirlər. Ona görə bir həkim kimi, bir terapeut kimi bugün bu məsələlərə də istəyərəm ki, yenə də münasibətinizi bildirəsiniz. O mifləri əgər lazımdırsa üzərindən xətt çəkərsiniz. Yaxşı, başlayaq. Hepatit nədir? Hepatit sözü ümumiyyətlə qaraciyərdə iltihab prosesini göstərir. Amma hepatit C artıq göstərir bu iltihab prosesi niyə görədir? HCV virusa görə, yəni hepatitli C virusun o bədəndə olması deməkdir. Və bu tez-tez bir anlaşılmazlığa gətirir. Niyə görə? Çünki pasiyentlər hepatit sözü elə dərhal virus hepatit kimi anlayırlar. Hepatit B, hepatit C, amma hepatitlər çoxdur. Virus hepatitlər müxtəlif var, autoimmun hepatitlər var, toksiki hepatitlər var, hər hansısa bir irsi problemlərə görə hepatitlər var. Ona görə hepatit sözü və virus hepatit C eyni şey deyil. Hepatit anlayışı daha genişdir. Mən elə ona görə ilkin olaraq o sualı verdim ki, hepatitlər nədir, necə yaranır? Ən əsas bu virusların yayılma istəyərəm mənbələrini tapaq. Sonra əlbəttə ki, mövzumuzu konkret hepatit C-nin üzərində quracağıq. Amma təbii ki, A-ya da hardasa ehtiyac gələcək, mənə gəlir ki, simptomlarını öyrənməyə, B-ya da, çünki müqayisə aparacağıq da. Görək hepatit C-dən onlar nə ilə fərqlənir? Elə indi də deyə bilərsiniz. Hepatit A da var, B-də var. O C-dən nə ilə fərqlənir bu viruslar? Əgər biz simptomlardan danışaq, biz hepatoloqun ən belə böyük probleminə toxunacağıq. Niyə görə? Çünki bütün hepatitlər, bütün virus hepatitlər əsasən də xroniki hallara keçəndə heç bir simptomsuz keçir. Ya da çox qeyri-spesifik simptomlarla. Yəni ümumi zəiflik, halsızlıq da istənilən bir xəstəlik verə bilir. Hepatitlər virus hepatitlərdən danışsaq, A, B, C, bunlar fərqlənir. Birinci, biz terapeutlər öz praktikamızda hepatit A demək olar ki, görmürük. Niyə görə? Çünki o kəskin mərhələdə infeksion şöbələrə düşür və xroniki hala keçmir. Adətən biz bunu uşaqlarda görürük və get-gedə o azalır. Niyə görə? Çünki get-gedə maarifləndirmədən sonra insanlar ona qarşı peyvənd vururlar və peyvənd onları tam müdafiə edir. Biz terapeutlər kimi daha çox hepatit C və hepatit B görürük. Və bunların addan başqa demək olar ki, struktura qədər hər şey fərqlidir. Keçmə üsulları, yəni yoluxma yolları da müxtəlifdir. Tutaq ki, C hepatit demək olar ki, ancaq və ancaq qanla keçir. Amma B hepatit cinsi yolla da keçə bilir, ana bətnindən uşağa da keçə bilir. Ona görə o daha keçməyə daha təhlükəlidir. Amma O B C-dən ondan fərqlənir ki, orada da hepatit B-yə qarşı peyvəndimiz var. Hepatit C-yə qarşı hələ ki dünyada təəssüf ki vaksin yoxdur. Bu
pis xəbər, amma C-də yaxşı xəbər. Onun tam müalicəsi və təmizlənməsi var. Tam sağalmaq mümkün deyil. deyil. Bəli. Çünki B-ni biz müalicə eləyirik və insan müalicə fonunda 100 il də yaşaya bilər. Amma yenə də virus bədəndə qalır və insan ömürlük müalicə alır. Amma C virusda yox. 3 ay standart müalicədən sonra virus haqqında unudur. Bəs insandan insana asanlıqla keçən bir hepatit var? Asanlıqla ancaq qrip kimi yox. Havadamcı yolu ilə keçən hepatit yoxdur. Aha, yəni elə bir hepatit yoxdur. Aydındır. Necə diaqnoz edirsiniz? Necə təyin edə bilirsiniz ki, məsələn bu hansı hepatitdir? İlkin olaraq pasientlər bizə müraciət eləyir şikayətlərə görə yox, qəflətən bu hepatitləri tapandan sonra. Yəni gedirlər hər hansı bir problemə görə cərrahın masaya düşürlər və hər hansı bir əməliyyatdan qabaq C və B hepatit mütləq yoxlanılır Azərbaycanda və əsasən də orada bilirlər ki, bunda tək cərrahi problem yox, hepatitlər də var. Qan analizi ilə. Qan analizini bəli ilkin o şeydən əməliyyatdan qabaq ilkin müayinədə tapırlar. Ondan sonra biz onları artıq daha ətraflı müayinəyə göndəririk. Niyə görə? Çünki bu əməliyyatdan qabaq virusu yox, virusun ya antigenləri, əgər bu B-dirsə, ya da virusa qarşı antitelləri yoxlanılır. Və bu virusun özü deyil. Virusun özü olub-olmaması biz sonra dəqiqləşdiririk PCR analizi ilə. Və əgər PCR analizi çıxırsa, B-də əgər hansısa bir rəqəmdən yüksək olandan sonra biz müalicə başlayırıq. C-də çıxırsa müalicə eləyirik bir mənalı hamısını. Virusun diaqnostikası budur, çox asandır əslində, amma tək virus diaqnostikası ilə biz kifayətlənmirik. Virus bədəndə və əsasən də qaraciyərdə hansı problemləri yaradıb biz mütləq tapmalıyıq. Niyə görə? Çünki mən dediyim kimi virusa qarşı müalicələr var. Amma peyvənd də var, bəli. Peyvənd də var, müalicələr də var, amma biz müalicə eləyəndə başa düşməliyik ki, biz tək virusu yox, biz qaraciyəri də müalicə eləməliyik. Çünki biri gəlir, təzə yoluxmuş, qaraciyər elə sağlam adamdakı kimidir. Biri gəlir, fibroz 2-ci, 3-cü mərhələdə, biri isə ancaq sirozda bilir. Və bunların müalicəsi müxtəlif və fərqli olur. Ona görə diaqnostikada tək virusun olub-olmaması biz kifayətlənmirik. Biz qaraciyərin vəziyyəti və hətta bəzi hallarda bütün bədənin vəziyyətini yoxlamalıyıq. Tutaq ki, prediabet, diabetin riski C hepatit artırır, məsələn. Və belə məsələlər çoxdur. Biz toxunacağıq çünki şəkər xəstələrinə də xüsusi toxunmaq niyyətində. Ümumiyyətlə hepatit elə bir mövzudur ki, başqa orqanlara da təsiri var. Mən istəyirəm ki, deməli biz aydınlaşdıraq. Müalicəsi var. Bu yaxşı xəbərlərdir. Peyvənd də var. C hepatitinin peyvəndi var. Amma inkişafı necə gedir? Mən biraz onu da sizdən istəyəcəm. Nə qədər müddətdə məsələn inkişaf edir hepatit C? Zəhmət olmasa bir bu suala cavab verin. Bir də kimlər daha çox həssas olur yoluxmağa? Hansı qrup insanlar elə bir ki, hepatitlərə daha tez yoluxurlar? Sualın ikisi də çox vacib suallardır və biz tez-tez çalışırıq bunu izah eləyək öz pasientlərimizə. Başlayacağım, kim daha çox yoluxur? Deməli, risk faktorlar, C hepatitinin risk faktorları insandan elə də asıllı deyil. Niyə görə? Çünki mən dediyim kimi o ancaq qandan keçir. Və burada daha ciddi, yəni bunun profilaktikası daha ciddi tibb müəssisələrə, qan köçürmələrə və tatu salonlara, yəni qanla işləyən müəssisələrə düşür. Və risk qrupunda insanlar hansılar ki, tez-tez qan köçürmə lazım olur bəzi xəstəliklərə görə, tez-tez tatu eləyənlər, sonra 90-cı illərdə, 0-cı illərdə biz deyirdik o vena daxili narkotikləri istifadə edən, amma hal-hazırda bu aktual deyil, çünki artıq demək olar ki, biz rast gəlmirik ki, o bir dəfəlik şprislərdən tez-tez və bir neçə insan istifadə eləsin. Ona görə bu deyirik, ədəbiyyatda mənbələrdə var, amma elə də tez-tez görmürük. Və bununla da bir o köhnə məlumatlara görə bir sosial problem var. İnsanlar özündə ya da kimdəsə C hepatit çıxanda, özündə C hepatit çıxdı, deyirlər ki, bu necə ola bilər ki, mən adekvat, normal insanam, həyat tərzim düzgündür, hər hansısa bir sosial, yəni aşağı təbəqədən deyiləm, mən niyə yoluxmuşam və bunları
həm bunları sakitləşdirmək lazım olur, həm psixoloji dəstək olmalı olur. Harda səhv eləmişəm, harda diqqətsiz Bəli, olmuşam. bəli. Həm də onların yaxınlara, işdə həmkarlara, ailə üzvlərə izah eləməliyik ki, siz buna dəstək olmalısınız. Siz bunda hər hansısa bir necə deyək, günah axtarmayın. Çünki çox ehtimalla heç bir günahı yoxdur bu insanın. Bu təsadüfi olub. Bu hepatitdə isə yenə də qandan keçir, ana bətnindən keçir uşağa. Yenə onun heç bir günahı yenə olmur. Bir də cinsi yolla keçir və burada artıq sosial hərəkətlər burada günah axtarma, burada axtarmaq artıq olur, amma yenə də qan yolu daha tez-tezdir. Aha, cinsi yolla keçən belə deyək də artıq hepatitlərdə, yəni hepatit xəstələrində mənə elə gəlir ki, bəzilərində də yəqin siz də təsdiqləyirsiniz, bəzilərində heç özünün xəbəri olmur. Bu da var. Bəli. Yəni biz günahkar axtarmağa çalışırıq, amma bəzən nəticələr də onu deyir ki, o insanın heç özünün də xəbəri olmur. Hələ üstəlik yoluxdurduğu şəxsə mən toxunmuram elə. Yoluxma yollarından asılı olmayaraq insanlar öz hepatitdən xəbərsizdirlər. Tək Azərbaycanda yox, dünyada. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə sonuncu dəfə mən nə vaxt bu statistikanı yenilənirdim, cəmi 19% insan, dünyada 100 nəfərdən kim yoluxub bu hepatitdən, cəmi 19 nəfər bilir ki, yoluxub. Bəli. İnsanlar bilmir öz xəstəliyi haqqında. Aha, bir də Zaur doktor dediniz ki, nə yaxşı ki peyvənd var. İndi mən sizə bir sual da verim də. Peyvənd düzdür, bizi qoruyur, biz özümüzü sığortalayırıq. Amma peyvənd olunubsa şəxs, o heç vaxt hepatitə yoluxmayacaq deyə bir fikir necə baxırsınız? Doğrudurmu? Bu tamamilə doğrudur. Yəni təsdiqini tapıbmı bu? Deməli baxın, bu tamamilə doğrudur, amma ümumiyyətlə tibbdə 100% heç nə yoxdur. Amma B hepatitə qarşı peyvənd çox effektivdir. Yəni 99 və 9 demək olar ki. Əgər peyvənd olunmuş insan hər hansısa bir immun defisiti, yəni ya HIV ya da başqa bir immun defisiti yaranmasa, bu müdafiəlidir. İndi o qrip peyvəndin mövsumudur və qrip peyvənddən danışanda biz deyirik ki, bu xəstəlikdən qorumur. Bu xəstəliyin fəsadlardan qoruyur. Amma B hepatitin peyvəndi elə deyil. B hepatitin peyvəndi çox yüksək faizdə tamamilə insanı yoluxmamağa imkan verir. Bax belə. Çox effektivdir. Dinləyicilərimizə də müraciət edə bilərik. Artıq biz giriş etdik hepatitlər mövzusuna. Bir balaca dinləyicilərimiz üçün rahat olsun deyək ki, nədən danışırıq bu gün Sağlam Həyatda. Terapevt qonağımız Zaur Orucov və hepatit C. Ən çox bu haqqda danışacağıq. Ona görə fikrinizi, suallarınızı ona görə yönləndirin. 055 93 490 93-də gözləyirik. Hepatit C-dən qorunmaq üçün məsələn tədbirlər haqqında soruşa bilərsiniz. Qorunma yolları haqqında soruşa bilərsiniz. Gigiyena qaydalarına burada riayət etməklə biz özümüzü qoruya bilərikmi məsələn hepatitlərdən? Bu da bir normal insanın ağlına gələn bir sual ola bilər və həssas qrupları söylədi. Kimlər ki daha çox bu inyeksiyalarla təmasda olur, onlar yoluxa bilirlər. Amma başqa məsələn insanlar hansılar, kimlər risk qruplarına daxildirlər? Bu sualların hər biri maraqlıdır və elə maraqlı olduğu üçün də mən maraqlı cavab da istəyəcəm Zaur doktordan. Zaur Orucovdur bugün studiyamızda. 055 93 490 93-də gözləyirik. Həmişəki kimi Sağlam Radioda, Sağlam Həyatda. Hal-hazırda siz hepatitlər mövzusunu dinləyirsiniz. Sağlam həyat. Sağlam həyat. Bu həmişə maraqlıdır. Hepatitlərdən danışırıq, həmişə maraqlıdır bu mövzuda, deyimsə ki, çünki onu vaxtında biz aşkar eləmək istəyirik və tanımaq istəyirik. Nədən qorunaq və müasir tibbin bu virusla mübarizədə hansı yenilikləri var? Terapevt Zaur Orucov bunun üçün bu hal-hazırda studiyamızdadır və buna görə bizim radiomuza qonaq gəlib və Zaur doktora suallarınız varsa göndərə bilərsiniz. 055 93 490 93-də gözləyirik. Hepatit virusuna qarşı hansı peyvəndlər mövcuddur? Biz aydınlaşdırdıq ki, peyvənd var, nə yaxşı ki. Amma hansı peyvəndlər ümumiyyətlə mövcuddur hepatitlərə qarşı? Hal-hazırda biz ancaq hepatit B və hepatit A ilə qarşı peyvənddən danışa bilirik. Amma burada bir maraqlı məqam var. 2 peyvənd olsa da belə 3 hepatitdən müdafiə eləyir. Bu necə olur? Bu necə olur? A hepatitin peyvəndi elə A hepatitdən bizi qoruyur, amma B hepatitin peyvəndi bizi həm B hepatitdən, həm D hepatitdən
müdafiə edir. Niyə? D hepatit belə bir hepatitdir ki, özü yaşaya bilmir. Onun yaşamağı üçün insan bədənində B hepatit köməkçi kimi lazımdır. Yəni əgər insanda B hepatit yoxdursa, bu D hepatitə yoluxa bilməz və ona görə B hepatitə qarşı peyvənd B hepatitdən müdafiə eləyirsə insanı, deməli D hepatitdən də onu qoruyur. Maraqlıdır. Bəli, və başqa hepatitlərə qarşı təəssüf ki, hələ ki peyvənd yoxdur. Onu da vurğulayım. Həmişə deyirəm onu pasientlərə. 2010-cu ildə mən hepatologiyaya gələndə deyirdilər ki, tez bir zamanda C hepatitə qarşı peyvənd olacaq. Olur. Hələ ki o da budur. 2010-da. 2025-də bizə yenə də deyirlər ki, tez bir zamanda peyvənd olacaq. İnşallah, ümid edək. Ümid edək, çünki doğrudan da çox lazımlıdır və amma bir şey var ki, dediniz ki, tam sağaltmaq mümkündür belə xəstələri, hepatit C xəstələrindən söhbət gedir. Düzdürmü? C hepatitin tam sağalması çoxdan artıq var, amma bu müalicələr inkişaf etdikcə faiz qalxırdı. Sadə interferonlar artıq 25 ya da 30 il bundan qabaq da sağaldırdılar pasientləri, amma 100 nəfərdən cəmi 10-15 nəfəri. Hal-hazırdakı sonra müxtəlif müalicələr gəlirdi və sonuncu virusa qarşı birbaşa təsir edən dərmanlar 95-98%-ə qədər bu sağalmağın şansı verir. Ona görə və bu 95-98%-ə 3-5% düşməyən insanlar da əlacısız qalmır. Onlara ikinci, üçüncü kurs müalicə yenə də tez-gec sağaldır. Demək olar ki, hamısını biz sağalda bilirik. Aydındır. Kimlər üçün məsələn C hepatiti təhlükəli ola bilər? Hələ ki C-ni vurğulayıram. Bəli, bugünkü mövzu əsas biz bugün C-dən danışacağıq. Daha çox aksent olacaq, bəli. Çünki hepatitlər ümumiyyətlə hələ hepatit C də bir dəryadır, amma hepatitlər ümumiyyətlə böyük bir okeandır. Ona görə biz bunun hamısını 2 saat ərzində danışa bilmərik. Və C hepatit kimə təhlükəlidir? Demək olar ki, hamıya. Niyə görə? Çünki C hepatitə qarşı yoluxmamaq tədbirləri adi insanın əlində deyil. Yəni insan sadəcə düzgün seçməlidir. O tibb müəssisələri əgər özəl tibb müəssisələri seçirsə ciddi seçməlidir. Və yenə də o qanla işləyən, inyeksiya ilə işləyən bütün müəssisələri ciddi seçməlidir və kontrol eləməlidir, soruşmalıdır. Pasientin haqqı var hər şeyi soruşmalıdır ki, burada dezinfeksiya necə gedir, burada yəni gigiyenik qaydalar necə olur sırf tibb müəssisənin. Ona görə yəni tibb işçilərinin belə də demək olar. Tibb müəssisələrdə bəli, yox, tibb işçilərinin şəxsi amma onların özlərinin də hardasa diqqətli olmağı. Tibb işçilərinin şəxsi gigiyena heç bir təsir göstərmir hepatitin yoluxmasına. Təəssüf ki, yəni burada sırf alətlərin anladım. Gigiyenası. Söhbət alətlərin gigiyenasından gedir demək istəyirsiniz. Yaxşı. Bir sualım da olacaq. Hepatit C var. Olub, yəni məsələn. Və biz onun fərqində olmuruq. Ümumiyyətlə olduğunun bir canlı olaraq necə deyim sizə ki, yəni varlığından xəbərimiz yoxdur. Belə bir şey mümkündürmü? Belə bir şey nəinki mümkündür. Belə bir şey demək olar ki, hamısında deməsək də 100 nəfərdən 99 nəfərdə. Yəni ona görə gec müraciət edirlər. Bəli, həmişə pasientlər bunu qəflətən bilir. Yəni başqa check-updan keçir və bu hepatiti də qəflətən bilir. Çünki C hepatit ya heç bir simptom vermir, ya da mən dediyim kimi qeyri-spesifik simptomları verir. İnsan biraz yorğun, biraz tez yorulan, taqətsiz olur və başqa bir problem olmur. Və əgər insan belə bir problemlə rastlaşır, ya heç fikir vermir, deyir ki, işte biraz çətinlikdir, odur, budur, anemiyadır. Hepatiti əlbəttə ki, heç kim ilk öncədə fikirləşmir belə olanda. Ona görə yorğunluqdan əlavə hansı simptomlar olur? Heç bir simptom olmur. Yəni kəskin hepatitlərdə simptomlar var. Orada kəskin infeksion proses biz görürük. Orada temperatur qalxır, sarılıq verilir və s. Amma əgər o kəskin mərhələdə onu tapmayıblar. Çünki adi infeksiya yenə də qeyri-spesifik infeksion proses, temperatur, bəzi hallarda sarılıq. Sonra xroniki hala keçəndə hepatit C heç bir demək olar ki, heç bir şikayət vermir. Sonra isə artıq qaraciyər fibrozu, ikinci mərhələ, üçüncü mərhələ, dördüncü mərhələ və siroza gəlib çıxanda yenə də çox vaxt insan heç nə hiss eləmir. Sadəcə o
ümumi zəiflik, halsızlıq dərinləşir və simptomlar bəzi hallarda artıq o vaxt əmələ gəlir. Nə vaxt ki, qaraciyər dözə, hətta gətirib çıxardır ki, artıq başqa bədən üzvləri başlayır ağrımağa və insan gedir həkimə. Tutaq ki, qaraciyər problemlərə görə, siroza görə artıq qarın boşluğunda su yığılır, insan bunu hiss eləyir gözlə. Sonra qaraciyər öz detoksikasiya funksiyasını yerinə yetirmir və toksinlər artıq beyni zəhərləndirir və artıq beyin simptomlar əmələ gəlir, insan hətta elə olur ki, harda olub olmamağını başa düşmür, yəni vaxtını başlayır səhv salmağa. Artıq müayinədən keçirdirlər və hepatitləri tapırlar. Ona görə biz həmişə deyirdik ildə bir dəfə, amma müasir elm deyir ki, heç olmasa ömründə bir dəfə insan yoxlanmalıdır öz hepatitlərə statusu, yəni hepatitləri yoxlanmalıdır. Bax belə, amma tam da müalicəsi mümkündür, müalicə oluna bilir. Yeri gəlmişkən müalicəsindən hələ biraz istəyərəm məlumat alım sizdən. Çünki sonra onsuz da bizim elə irəli saatımız var, 2-ci saatda da biz geniş danışacaq müalicəsindən. Amma indi bir balaca bizə ümid verici xəbərlər varsa deyə bilərsiniz. Necə müalicə olunur hepatit C? İndi C hepatitinin müalicəsi artıq keçmişə baxanda çox asandır. Çox asandır. Keçmişdə biz yenə də deyirəm, həm uzun müddətli idi, həm ağır fəsadlı idi, iynələrlə, interferon, peygiləşdirilmiş interferonlarla, həm uzun müddətli idi, yarım il, hətta il yarım belə sxemlər var idi. İndi hal-hazırda bircə dənə tabletkadır, günə bir dəfə. Demək olar ki, əlavə təsirləri yoxdur və cəmi 3 aya insan tam sağalır. Və bu məncə çox ümidverici bir xəbərdir. Hətta gec aşkarlansa belə? Gec aşkarlansa belə yenə də virusu biz 3 aya təmizləyirik 98% ehtimalla. Amma sonra baxır fəsada. Əgər qaraciyər artıq ağır vəziyyətdədirsə, onda ya ömürlük müalicələr, ya da lap pis vəziyyətlərdə transplantasiya qədər gedə bilər. Bəli. Yaxşı, bir Zaur doktor, bu qədər suallar verirəm, çünki doğrudan özümü də maraqlandırır. Müalicə olunub 3 aydan sonra, tutaq ki, deyək, 5 ay keçib üstündən, yenidən yoluxmaq mümkündür, düzdürmü? Təəssüf ki, C hepatitə qarşı müalicədən sonra immunitet yaranmır. Ona görə bəli, insan yoluxa bilər. Və biz onu sonra necə tuta bilərik? Burada bir maraqlı nüans var. Biz adi insanı, hansı ki, heç vaxt müalicə almayıb, hepatiti tapmaq üçün analizə göndəririk və o analiz antitel analizidir. Anticismlər. Bu anticismlər də həm yoluxmuş insanda da mövcuddur, həm müalicəni keçmiş insanlarda da mövcuddur. Yəni insan bu 3 aylıq müalicədən keçdi, bir ildən sonra yoxlamaq istəyir özünü və əgər o bu anticismlər versə, onda müsbət çıxacaq. Və bu qorxur ki, o necə ola bilər, mən axı müalicə olundum. Belə insanlar əgər özünü şübhələnirlərsə və yoxlanmaq istəyirlərsə, təkrar yoluxub-yoluxmayıb, onlar birbaşa PCR analizi artıq verməlidirlər. Bəli. Çünki diqqətli tələb eləyəcək bu. Çünki antitellər onlarda artıq müsbətdir. İstənilən insan ömür boyu nə infeksiyalardan yoluxur, onun antitellər mövcud olur. Və bu antitellər əvvəl biz bunu başa salanda çətinlik çəkirdik. Nəyə görə? Pasientlər başa düşmürdülər bunu. Amma COVID-dən sonra bu antitel sözü, PCR sözü, bunları hamısı artıq insanlar çox gözəl başa düşürlər bu terminləri və bizə pis də olsa pandemiya bir köməyi də oldu onun bizə. Yəni insanlar bir növ qorxuya düşdülər, bəlkə də belə də demək olar. Biraz daha özlərinə diqqət ayırmağa başladılar sağlamlıqlarına, biraz xəstəliklərini araşdırdılar, düzdürmü? Yəni belə nümunəvi pasientlər çoxdur, nə yaxşı ki. Sizə suallar var. 055 93 490 93-ə yazıb göndərir dinləyicilərimiz hepatit C haqqında. Deməli 4211-dir. Ailə üzvlərdən bir hepatit C daşıyıcısı ilə təmasda əgər olubsa, bütün ailə yoxlanmalıdır. Birincisi, suala görə çox sağ olun əziz izləyici, amma hepatit C daşıyıcı sözü mən burada istərdim bir mif kimi bu sözün üstündən bir xətt çəkək biz bugün. Hepatit C ya var ya yoxdur. Varsa müalicə olunmalıdır. Daşıyıcı sözü hepatit C haqqında biz istifadə eləmirik. Digər hepatitlərdə deyirik bunu. Bəli, digər hepatitlərdə var ki, virus var, virus azdır, müalicə ehtiyacı yoxdur, daşıyıcıdır. Amma C hepatitdə belə bir anlayış
qətiyyən yoxdur. Virus ya var və müalicə olunmalıdır və pasiyent xəstədir sayılır əgər varsa, ya da şeydir. İndi sualın ikinci hissəsinə gələk. Əgər ailədə kiminsə C hepatiti varsa, onun ailə üzvləri yoluxmağı şansı 0-a yaxınlaşır. Yəni məişətdə bu keçmir. Əgər siz onun kəsici alətlərindən, ürgüclə, dırnaq tutanla istifadə eləmirsinizsə və tez-tez qan atmırsınızsa özünüzü o ailətlə, demək olar ki, sizin yoluxma riskiniz yoxdur. 0-a yaxınlaşır. O ağcıqanadla keçmir. Hər hansısa bir məişətdə keçmir. Hava damcı ilə tembole keçmir. Amma bu bir siqnaldır ki, bu insan yoluxub, hardasa yoluxub. Ola bilsin ki, ailənin hansısa bir eyni stomatoloqda, düzdür, artıq stomatoloqlar bu işə çox diqqətlə yanaşır və onlarda yoluxma daha az olur, çox az olur. Amma yenə də və ona görə bəli, mən dediyim kimi ömründə bir dəfə hamı yoxlanmalıdır və əgər ailədə kimsə olub, bu sizin üçün bir gözəl də olmasa, yəni bu sizin üçün bir povoddur ki, siz şey eləyəsiniz. Bəli, fürsətdir ki, siz yoxlayasınız özünüzü. Digər sualda gəlib sizə Zaur doktor 3915 yazır. Salam doktor. Olduğu kimi oxuyuram. Deməli HPV-52 virusu yazıb belə. Aşkar olunmuş şəxsin sağalmamaq ehtimalı varmı? İstəyərdik ki, ətraflı doktor bu barədə məlumat versin. HPV? Belə yazılıb. Bəli, bu sual əslində infeksionistlərə verilsə yaxşıdır. Niyə görə? Çünki bu insan papilloma virusdan söhbət gedir və bununla ya ginekoloqlar məşğul olur, ya da infeksionistlər məşğul olur. Onun təqribi sağalmamaq ehtimalı varmı? Bu suala cavab verə bilərsinizmi? Yoxsa tam dəqiqini infeksionistdir? Bu gibi hepatologiya və C hepatiti ümumiyyətlə bilirəm. Yəni aidiyyəti və əlaqəsi olmayan bir sualdır. Onun necə ki hepatitdən biz danışdıq, onu deyə bilərəm ki, ona qarşı da peyvənd var. Və vaxtında o peyvəndi vurmaq lazımdır. Sağalmaq mümkündür, yəni belə. Sağalmaq onun müalicəsi yoxdur. Onun ancaq yoluxmamaq üçün peyvənd eləmək lazımdır. Bax belə. Sonra yazın suallarınızı oxuyacağam mütləq şəkildə. Bir sual da gəlib. Hepatit C-nin tam sağalan insanlarda gələcəkdə təkrar yoluxma riski necə qiymətləndirilir? Bayaq dedim sizə, yəni müalicə aldı, peyvənd falan belə, amma yenə də yoluxur. Onların riski eynidir. Yəni gözümüzün qabağında bir nəfər sağalıb, bir nəfər heç vaxt yoluxmayıb, onların şansı eynidir, bərabərdir. Bəli, hər an, yəni hər şey ola bilər deyirsiniz. Aydındır. Digər sual da var, dinləyicimizdən də gəlib. Testlər barəsində soruşur. Var elə bir testlər hepatit üçün? Deməli, bəli, əlbəttə ki, testlər var, kart testlər var, ifa üsulu ilə müayinələr var. Əgər ilkin bu kart test ya da ifa üsulu müsbət çıxırsa, onda ikinci mərhələyə keçirik. Biz yoxlayırıq PCR, yəni virusun artıq özünü, anticismləri yox, özünü və onun genotipi. Ondan sonra əgər genotip bəlli oldu, virus yüklənməsi bəlli oldu, keçirik müalicəyə. Yəni 2 etapda. Bunun müayinəsi 2 etapdan ibarətdir. Sonra dinləyicimiz gigiyenik qaydalar barəsində də soruşur. Elə mən istəyirəm ki, biraz da bu mövzu ilə davam edək. Çünki hepatitlərdən qorunmaq üçün deyirlər ki, təkcə gigiyenik qaydalara əməl etmək kifayət etmir. Bu sualı mənə də tez-tez verirlər. Bu sualla cavab bir mənalı. Gigiyenik qaydalar, yəni şəxsi gigiyena, C hepatitdə heç bir aidiyyəti yoxdur. Bu ancaq qanla keçir. Tutaq ki, KRV-lərdən biz danışanda, qripdən danışanda, COVID-dən danışanda biz izah edirdik ki, əksinə orada şəxsi gigiyena, əl gigiyenası, maskalar çox ciddi bir, lazımlı bir şeydir tədbirlərdə. Amma C hepatitdə təəssüf ki, heç yəni ideal gigiyena belə bizə heç 1% də kömək eləmir. Nə qədər çəkir bu hepatitin təsiri? O mənə həmişə maraqlıdır. Nə qədər müddətə məsələn özü haqqında məlumat verir, immunitet nə qədər davam eləyir hepatitə qarşı? Deməli, peyvənddən sonra məsələn desək əgər. Yox, C hepatitdə ümumiyyətlə peyvənd yoxdur dediyimiz kimi və C hepatiti mən ümumiyyətlə C hepatiti, deməli baxın, bir pasiyentdə və bu çox vacib bir şeydir. Pasiyentlər bizdən soruşur. Doktor, sən analizlərə baxmısan, mən PCR-im bu qədərdir, qaraciyər bu vəziyyətdədir. Mən təxminən nə vaxt yoluxmuşam? Və bu suala heç vaxt və heç bir həkim cavab verə bilməz. Niyə görə? Çünki bir pasiyentdə virus çox aktiv olub, 5 ilə hətta siroza da gətirib çıxarda bilər. Bu spektrın o birisi tərəfdə də insan var ki, 25 il, 30 il bilir öz hepatitdən.
qaraciyəri yoxlayırıq və Aha. qaraciyər gül kimidir, heç zədələnməyib. Amma bizdən də ondan sonra soruşurlar. Doktor, əgər mənim heç bir zədələnməməyim şansım varsa, mən niyə elə tez dərhal müalicəyə göndərirsən? İzah eləyirik ki, biz öncədən, indi tapmışıqsa, öncədən bilmirik kim hansı yolla gedəcək. Kim 5 ilə siroza gələcək, kim isə müalicəsiz 30 il, 100 il yaşayacaq və ona heç nə olmayacaq. Ona görə biz bu riskə gedə bilmirik. Bunun öncədən bilmək heç bir analiz, heç bir müayinə yoxdur. Ona görə hamını müalicə edirik. Və bu sualın indi qısa cavabı bilmək olmur. Yəni C hepatitin sürətini konkret bir insanda hansı sürətlə gedəcək və hansı sürətlə indiyənə qədər gedib bilmək olmur. Mən anladım sizi doktor. Yəni təqribi də bilmək olmur ki, nə qədər müddətə qaraciyəri zədələyəcək və s. Amma yenə bir ehtimal üçün bir terapevt kimi, bir həkim kimi sizcə nəyə bağlıdır? Hepatitin olub, amma qaraciyəri zədələməmək ehtimalı nəyə söykənə bilər? Nəyə bağlı ola bilər? Belə amillər biz tibbi dildən deyirik prediktorlar və belə prediktoru tapan çox ehtimalla Nobel mükafatı alacaq. Onlar bilinmir. Bilinmir. Konkret Ona görə də dərhal deyirsiniz ki, biz riskə atmayaq, həmin şəxsi müalicəyə başlayaq. Əgər nə vaxtsa bu prediktor tapılsa, 100% o protokola düşəcək ki, bunu yoxlayırsınız, kimdə bu çıxır, müalicə edirsiniz, kimdə çıxmır, deyirsiniz ki, sağ ol, səndə virus var, amma sənin müalicəyə ehtiyac qalmır. Amma belə prediktor hal-hazırda bugünkü gündə tibbə məlum deyil. Amma bu bir faktdır ki, insan hepatitlə yaşayır, hepatit C ilə yaşayır və xəbəri də yoxdur, amma orqanı da salamatdır. Bəli, maraqlıdır. Bu elə bu problemdir ki, əgər hansısa bir pasiyentə 10 il, 12 il, 15 il bundan qabaq tutaq ki, 2 pasiyent. İkisinə də deyiblər ki, hepatit C-də heç nə olmayacaq. Biri 10 ildən sonra sirozla artıq adekvat bir həkimə düşəcək və müalicə alacaq. Biri isə deyəcək ki, nə yaxşı həkim idi, 10 il bundan qabaq məni müalicə eləmədi boş-boşuna. İndiyə nə qədər yaşayıram da və bu mifləri gücləndirir. Əlbəttə. Amma bu ikinci başa düşmür ki, birinci insan taleyi həll olundu pis mənada. Əslində yaxşıdır indi bu haqqda bizim dinləyicilərimizə məlumat vermək. Bəli. Yəni fərqlidir, insan orqanizmi də fərqlidir. Birinə tez belə də təsir eləyə bilər orqana, qaraciyərini sıradan çıxara bilər. Digəri 5 il yaşaya bilər. Hətta dediniz ki, 10 ildən sonra ayıla bilər ki, məndə heç bir problem yaratmamışdı. Yəqin səndə də yaratmayacaq. Bir-birlərinə təsəlli verə bilərlər, amma bu yol verilməzdir. Tibbdə bu cür necə deyirlər, risklərə getməyə mənə elə gəlir ki, ehtiyac yoxdur və lazım da deyil. Qısa bir sorğu sual şəklində bir çarxımız var, Zaur doktor. Elə həkimlərə də aiddir. Hardasa bir maraqlı gələ bilər sizə də. Mənim özüm də dinləyəcəm. Baxaq görək indi səslənən çarxda hansı məlumatlar yer alır. Sağlam həyat. Bizimlə sağlam qalın. İkinci saatdayıq artıq. Axşamınız xeyirli olsun. Əziz Sağlam Radionun və Sağlam Həyatın dinləyiciləri, sizinlə Samirədir və bu ikinci saatda da biz hepatitləri saf çürük edəcəyik. Görək ümumiyyətlə hepatitdən tam olaraq azad olmaq mümkündürmü? Tam sağalmaq mümkündürmü bu xəstəlikdən və ən əsas biz buna diqqət nədə yetirməliyik? Gigiyenik qaydalardan da əlavə həyat tərzimizdə nəyi diqqətə almalıyıq? Bu çox maraqlı suallar olduğuna görə biz söhbətimizi Zaur Orucevla terapevtlə davam etdirəcəyik. Bədənimizdəki o gizlənən o səssiz qonağı necə deyərik, üzə çıxarmağa çalışacağıq. Çünki o qonaq, Zaur doktor, maraqlıdır ki, nə ağrı verir insana, nə də xəbərdarlıq edir. Hətta bayaq da söylədiniz, insanda olur, 5 il, 10 il belə yaşaya bilir, amma özü haqqında məlumat vermir. Amma birdən-birə bu yavaş-yavaş necə deyərlər, addımlaya o vacib orqanlarımızdan biri olan qaraciyəri sıradan çıxarır. Nədə səhv etmişik, düşünürük, qidalanmamızda bəlkə müəyyən bir problemlər olub, bu xəstəliyi daha da olduğu sürədə yenə də bir təkan vermişik artırmağına, çoxalmasına, bu xəstəliyin yayılmasına. Nəticə etibarilə təbii ki, əgər Zaur doktor burdadsa, demək ki, vəziyyət çox ciddidir. Mən belə başa düşdüm. İndi gəlirik həssas nöqtələrimizə. Bu da bizim uşaqlarımızdır. Uşaqlarda necə? Hepatit ola bilərmi? Hepatit C, hepatit C, hepatit B bəli uşaqlarda da ola bilər. Onlar yoluxa bilərlər. Elə böyüklərdən yoluxma yolları da fərqlənmir. Necə qoruya bilər onları? Böyüklər kimi də xəstələnirlər. Necə qoruyaq? Yenə də
hal-hazırda Azərbaycan peyvənd təqvimində elə ilk 24 saat ərzində uşağa B hepatiti peyvənd eləyirlər. Əgər valideynlər imtina eləmirlərsə və buradan çağırmaq istəyirəm sizi, bizim işimizi çoxaltmayın və bu peyvənddən imtina eləməyin. Uşaqlarınızı peyvənd eləyin ki, biz ancaq artıq cavan nəsildə pasiyent görməyək B hepatitdən. C hepatitinin peyvəndi nəinki uşaqlarda, böyüklərdə də dedik ki, yoxdur, uşaqlarda da yoxdur. Və necə ki böyüklərdə, uşaqlarda da valideynlər heç bir tədbir görə bilməyəcəklər. Bütün tədbirlər tibb müəssisələr və qanla işləyən, iynələrlə işləyən, invaziv üsullarla işləyən müəssisələr fikir verməlidirlər və tədbirlər görməlidirlər. İnsanın əlində bu təəssüf ki deyil. Hepatit C-yə yoluxan şəxs, gəlin biraz onun həyat tərzində araşdıraq, görək nəyi düz edir, nəyi düz etmir. Ümumiyyətlə, bundan sonra sağlam həyatını nəyə əlavə etməlidir? Yəni, istəyirəm bu barədə biraz danışaq. Onda əgər biz həyat tərzindən danışırıqsa, onda Azərbaycanda həyat tərzinin ən maraqlı, hamıya olan ən maraqlı hissəsi yeməkdir. Və burada belə bir fikrimi söyləmək istəyirəm və bunu diqqətlə qulaq assınlar. Yemək bir tərəfdən C hepatitə, B hepatitə, ümumiyyətlə virus hepatitlərə heç bir təsir göstərmir, amma düzgün qidalanma bu sağlam tərzinin vacibdir. Çox vacib, yəni əsas məsələlərdən biridir. Və əgər siz sağlam qidalanmırsınızsa, düzdür, virusu siz gücləndirmirsiniz. Amma virus qaraciyər üçün bir zərbədir, sağlam qidalanmamaq ikinci zərbədir və əlbəttə ki, əgər qaraciyər bir zərbədən bir zərbə almaq almır, iki zərbə alırsa, deməli artıq bu qaraciyər 2 dəfə tez sıradan çıxır. Ona görə bunu diqqətlə başa düşsünlər. Hepatitin gedişatına təsir eləmir, amma qaraciyərə birbaşa təsir eləyir yemək. Bu məsələnin yaxşı tərəfidir. Əlbəttə ki. Bəli. Bəs dediniz ki, bir tərəfdən də kömək etməyə də bilir qidalanma. Yəni burada nəzərdə tutdunuz, bəlkə artıq çəkini bəlkə nəzərdə tutdunuz ki. Yox, təkrar eləyirəm. Qaraciyərə qeyri-düzgün qidalanma birbaşa təsir eləyir və pis təsir eləyir. Qaraciyər piylənir və bu ayrı bir problemdir. C hepatit ayrı bir problemdir. C hepatitin gedişatına heç bir yemək, nə xeyirli yemək, nə zəruri yemək, nə zərərli yeməklər heç bir təsir göstərmir. Yəni C hepatit necə gedir, elə də gedəcək. Amma qaraciyər üçün biri var tək C hepatit zədələsin. Biri var əlavə onu pis yeməklər də zədələsin. Bəs artıq çəki özü necə təsir göstərə bilərmi məsələn? Həm artıq çəki qaraciyərə təsir eləyir, yenə də deyirəm, virusa təsir eləmir, qaraciyərə təsir eləyir. Həm də virus artıq çəkiyə təsir eləyir. Necə? Dediyim kimi, virus prediabet və diabetin riskləri artırır. İnsulin direncliyi, diabet, prediabet. Düzdür, insulin direncliyə görə insan kökəlmir, amma diabet, prediabetə görə insan artıq çəkiyə meyilli ola bilər. Ona görə bəli, həm virus o karbohidratların mübadiləsinə təsir eləyir, həm də karbohidratların mübadiləsində problemli olan problemlər virusa təsir göstərə bilir. Aha. Bu saatda da sizə suallar gəlir və indi istəyirəm bir-bir onları səsləndirək. İcazənizlə WhatsApp nömrəmizi də yada salım. WhatsApp 055 93 490 93. 2177 deyir ki, hepatit C xəstəliyi genlə uşaqlara keçə bilərmi? Çox gözəl sualdır. Əlbəttə ki, həkimlər dəqiq bilirlər ki, yox, amma pasiyentlər tez-tez soruşur. Deməli, genlə keçən hepatitlər var, amma o irsi hepatitlərdir. Virus hepatitlərə aid deyilər. Virus hepatitlər elə gərək qandan qana virus keçsin. Bunlar insan genlərinə heç bir əlaqəsi yoxdur. Bir halda ki, uşaqlardan danışdıq, biraz da istəyirəm hamiləlik zamanı hepatitlər əgər aşkarlanırsa, o zaman atacağınız addımlar həkimlər tərəfindən nə olur? Və ümumiyyətlə uşaqdır, qadındır, o zaman hansı tədbirlər onlara görməyə tövsiyə edirsiniz? Deməli, hamiləlik vaxtı aşkarlanırsa. Başa düşdüm. Deməli, mövzumuz C hepatitdə olsa da belə B hepatitdən də danışacağım, çünki burada fərqlidir yanaşma. Deməli, əgər pasiyentdə yəni hamilə qadında C hepatit aşkar olunubsa, bu onun
əgər qaraciyərdə ciddi bir narahatçılıq yoxdursa, sırf bu virus strategiyanı heç cür dəyişmir. Əvvəl köhnə mənbələrdə olub ki, bunun kesar əməliyyatı bəlkə lazımdır, bəlkə nəsə başqa tədbirlər, amma yox. Anadan uşağa keçmə ehtimalı praktiki olaraq demək olar ki, yoxdur. Teoretik olaraq da bəzi köhnə mənbələrdə yazılır ki, bəli, mümkündür, amma yenə də çox azdır və hər hansısa bir tədbirlər ona təsir eləmir. Ona görə heç bir tədbir lazım deyil. Hətta elə dövr olub ki, yaxşı ki o dövr çoxdan keçib. Ginekoloqlar hətta aborta göndərirdilər qadınları. Bu tamamilə mənasız və qeyri-düzgün. Yəni 2025-də biz bilirik ki, bu mənasız bir şeydir. Problem yoxdur. Əgər hamilə qadın bildi ki, onda C hepatit var, sadəcə konsiliumda tək bunun hamiləlik dövründə onun konsiliumunda tək ginekoloq yox, bir dənə də hepatolog. Yəni nəzarətdə saxlasın. Nəzarətdə bir hepatolog yanaşı, onu da aparsın, amma əlbəttə ki, ginekoloqdan əlaqədə konsiliumda. Anladım. Bu qədər. Amma B hepatit elə deyil. B hepatit ana bətnindən uşağa keçə bilir və əgər hamilə xanımda B hepatit aşkarlanıbsa, onda orada biz ətraflı müayinə edirik. Bəzi hallarda heç bir müalicə eləmirik. Bəzi hallarda hətta 2-ci, 3-cü trimestrdə müalicə əlavə eləyirik, hansı ki uşağa heç bir ziyan vermir, amma onun yoluxmanın riskini azaldır. Sonra uşaq doğulanda ona həm o hamıya vurulan peyvənd vurulur, həm spesifik immunoglobulin vurulur və o uşaq artıq müdafiəli olur, xəstələnmir. Yəni onun yoluxma şansı çox azalır və hətta müasir protokollar süd verməni də belə qadağan eləmirlər belə uşaqların. Onda belə çıxır ki, elə doğum evində bu peyvəndi vurdurmaqla qoruya bilər də qadın da öz uşağını, həm də özünü sığortalaya da bilər. Bəs niyə vurdurmurlar? Mən deyim sizə niyə vurdurmurlar. Çünki peyvəndlərə qarşı ciddi propaganda gedir bütün dünyada və təəssüf ki, təbliğat bəli və təəssüf ki, valideynlər tibbi elmə, tibbə inanmayıb, bu təbliğata inanır və o təbliğatın dalınca gedir və imtina eləyirlər. Bu səhvdir, bir mənalı. Burada yəni variantlar yoxdur ki, bu fikirdir. Əlbəttə ki, bu valideynlərin haqqıdır, bu bir mənalı, amma bu hüquqi tərəfdən. Təbii ki, yəni könüllüdür. Bu hüquqi tərəfdir, amma tibb tərəfdən bunun heç bir mənası yoxdur. Yəni biz tövsiyə eləyə bilərik, məcburi deyil. Peyvəndlər ilə günü indiyənə qədər də bizim də respublikamızda elə ki, bu könüllü şəkildə yəni həyata keçirilir. Bir də Zaur doktor, daşıyıcı olub xəstələnməmək mümkündür hepatit daşıyıcısı olsa. Deməli, bəli, amma əgər biz B hepatitdən danışırıq, C hepatitdən danışanda biz daşıyıcı sözünü bir mif kimi unutmalıyıq. Çünki yəni də deyirəm, C hepatit əgər varsa, deməli bu xəstəlikdir və bu müalicə olunmalıdır. Amma B hepatitdə bəli, belə hallar olur ki, illərlə B hepatit var, aşkar olunur, hətta PCR analizində biz onu görürük. Amma çox az miqdarda və bizim protokollar yazır ki, belə bir insana müalicəyə ehtiyac yoxdur və buna biz loru dildə daşıyıcı deyirik. Bəs təbii ki, hər şey peyvənddən keçər. İndi bu C hepatitinə aid olmadığına görə biz yalnız nəzarətdən danışa bilirik, müalicədən danışa bilirik. Belə olur da adətən. Dərmansız ilk vaxtlar müalicə edə bilirsinizmi? Baxır, ilk vaxtı biz nəyə deyirik? Əgər biz deyirik kəskin C hepatit, C virus hepatiti, onu elə dərmansız o özü keçir, sadəcə nəzarət lazımdır. Özü keçir. Bəli, kəskin hepatit C özü sağala bilir. Və ya tam sağalır və ancaq antitellər qalır, virus yoxdur, təmizdir, insan sağlamdır, ya da keçir xroniki mərhələyə. Əgər xroniki mərhələyə keçibsə, fərqi yoxdur. Bu xroniki virus 1 ildir, 5 ildir, 10 ildir, 1-2 aydır, amma artıq xronikidir. Bu artıq özü-özünə sağala bilməz. Bəzi mənbələrdə, bəzi kitablarda yazılıb ki, buna spontan clearance deyilir. Yəni bir möcüzə kimi milyonlardan birində, milyonlardan ikisində qeyd olunub, baxıblar ki, bəli, bu insanlarda xroniki virus hepatit diaqnoz qoyulub, amma vaxt keçdikcə gördülər ki, artıq virus yoxdur. Amma burada bu kazuistika olduğuna görə, yəni 1-2 hal olduğuna görə, çox nadir yəni. Burada deyirlər ki, bu nadirliyinə görə deyirlər ki, bəlkə də heç yox idi, bəlkə bu müayinədə səhv idi, birinci müayinədə. Ona görə xeyr, biz xroniki virus özü-özünə sağalmaqdan danışmırıq.
Onda müayinənin də səhv çıxma ehtimalı da ola bilər. Müayinənin səhv olma ehtimalı bütün dünyada və bütün analizlərdə istənilən bir yerdə, tək Azərbaycanda yox, lap ən müasir avadanlıqda əlbəttə ki, səhv ehtimalı həmişə var, amma nə qədər avadanlıq yüksək keyfiyyətlidirsə, o qədər o səhv ehtimalı azdır. Aha, bir dəfəyə onda bir neçə yerdə vermək lazımdır bu analizləri. Yox, ona ehtiyac yoxdur, çünki yenə də deyirəm, səhv mümkünlüyü, yəni mümkün deyil, suala cavab bəlidir, amma ehtimal o qədər azdır ki, ona görə hamını 3 yerə göndərmək mənası yoxdur. Yaxşı, bayaq qidalardan danışdınız deyə söylədiniz ki, qaraciyərə təsiri ola da bilir, olmaya da bilir, amma çox vaxt dediniz ki, təsir etmir qidalanma. Sizdən soruşur dinləyicimiz ki, hansı qidalar bəs hepatitli xəstələrdə qaraciyərin vəziyyətini çətinləşdirmir, əksinə yaxşılaşdırır? Deməli, təkrar da olsa, amma bunu yenə vurğulamalıyam. Yəni təsiri olmayacaq deyək. Dinləyicilərə qaraciyərə yemək təsir eləyir. Yaxşı yemək xeyirlidir, ziyan yemək ziyandır. Yaxşı nə edirsiniz, pis nə edirsiniz? Virusa təsir eləmir. Bunu dedim, bunu vurğulamalıyam, çünki bizi o qədər də düz başa düşməyib izləyicimiz. Amma indi yaxşı yeməklərə gəldikdə, burada çox asan bir şeydir. Yəni indi biz bir sadalamayacağıq ki, yəni bu meyvələr, bu tərəvəzlər, bu ətlər. Yox. Yaxşı, o zaman bunun prinsipləri var. Prinsiplər çox asandır. Aralıq dənizli diyeta bir də Harvard boşqabı. Bunlar bu prinsiplərlə insan qidalansa, biraz da geniş zəhmət olmasa izahını verin. Biraz yox, o çox genişdir. Yəni boşqab yəni Aralıq dənizin nədir onun adı? Diyetanı mən indi izah eləyə bilməyəcəm vaxta görə, çünki orada bütün qidalar haqqında mən gərək onda ətraflı danışım. Amma bu Harvard boşqabı nə deməkdir? Deməli, boşqabı bölürsüz birinci 2 hissəyə. 50%-ində olmalıdır meyvə, tərəvəz, amma daha çox tərəvəzə üstünlük olmalıdır. O birisi 50% hissəsini yenə 2 dəfəyə bölürsüz və o bir dənə 25% alınır. Orada zülallar olmalıdır. Ət, toyuq, balıq, sonra yumurta bunlar. O birisi hissədə də bulgur, qreçka, belə şeylər. Qarabaşaq. Aha, bəli. Bunlar olmalıdır. Bu ümumi prinsiplərdir, amma bunun haqqında yenə də deyirəm, məlumatlar açıq mənbələrdə çoxdur və ona görə sadəcə bu sözləri yadda saxlayıb özləri araşdırsınlar. Aralıq dənizi diyetası və Harvard boşqabı. Bunlarla qidalansalar kifayətdir. Niyə görə? Çünki müasir tip və müasir nutrisiologiya deyir ki, pis qida yoxdur, pis rejim var. İstənilən bir qidalardan istifadə eləmək olar, amma qidalanma prinsipləri düzgündürsə. Dinləyicimizin sualı ilə davam edək. Zaur doktor, hepatitli xəstələr soruşur, orqan donoru ola bilərmi? Təşəkkür edirəm bu suala görə. Sual çox gözəldir, amma bu suallarda nəsə ətraflı danışmaq mümkün deyil, çünki cavab çox asandır. Xeyr, ola bilməz. Bax belə. Bir sual da gəlib. Yaxşı, bunu da səsləndirim, sonra reklamlar olacaq. İmmunitet hepatitin öhdəsindən gələ bilərmi? Kəskin mərhələdə dediyim kimi, amma xroniki hallarda C hepatiti yox, amma B hepatiti sağalda bilməz, amma onu daşıyıcı vəziyyətdə illərlə saxlaya, bəli, immunitet saxlaya bilər. Sonra digər suallar gələcək. HIV-lə bağlı siz adını çəkdiniz bayaq, yenə də onunla bağlı bir sual var. Hepatitlə qarşılıqlı təsirini soruşur. Dinləyicimiz daha ətraflı, mən birazdan Zaur doktor sizə ünvanlayaram bu sualları. Amma indi sağlam həyatda reklamların vaxtıdır. Gəlin reklamlarımızı səsləndirək, çünki o da çox vacibdir bizim üçün. Və sonra artıq biz hepatit C mövzusunu davam etdirəcəyik. Çünki vacib faktlara geri dönməyə lazım gələcək. Sağlam həyat. Söhbətimiz sağlam olsun. Sağlam həyat. Mövzunu davam etdirəcəyik və
Bir daha xatırladıram, biz bugün hepatit C-dən danışırıq. Terapevt Zaur Orucov suallarımızı cavablandırır. Amma dediyim kimi mövzuya keçməzdən əvvəl bir xəbər var. Onu istəyirəm ki, sizinlə bölüşüm. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronin Krautsuz ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi texnologiyaların tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Səhiyyə naziri Teymur Musayev İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib. Xüsusilə tibb təhsili olsun, xəstəxanaların idarə edilməsi olsun, teletip, farmasevtika, tibbi texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi xüsusilə qeyd olunub. Bax belə. Mənə elə gəlir ki, çox yaxşı bir xəbərdir. İsrail həmişə tibb sahəsində irəliləyən bir ölkə olduğuna görə mənə elə gəlir ki, onun da təcrübəsindən yararlanma, faydalanmaq zamanıdır. Çox super xəbərdir. Onu da vurğulayım ki, Azərbaycanda tibb turizm Bəli. potensialı hədsiz dərəcədə çoxdur. Niyə görə? Çünki ən müasir bilikli olan həkimlərimiz var, amma qiymətlər dünya qiymətlərdən qat aşağıdır. Ona görə bizim potensial bu istiqamətdə çox böyükdür. Bəli. Ona görə çox sevindirici bir xəbər oldu. İndi isə keçirik Zaur doktor əsas suallarımıza, hansı ki hepatit mövzusudur. Bugün işıqlandırdıq. Özdə hepatit C-ni vurğulayırdıq və bir sual gəlib dinləyicimizdən bu reklam müddətində deyir, bir xəstədə əgər HIV virusu da varsa, hepatit C də varsa, bunların qarşılıqlı bir təsiri bir-birinə ola bilərmi? Bunlar bir-birinə elə də ciddi təsir göstərmir, amma hər ikisinin müalicə lazım olanda bəzi o müalicədə sxemlərdə bəzi nüanslar var, hansı ki həkim fikirləşməlidir. Niyə görə? Çünki dərmanlar bir-birinə reaksiya verə bilərlər. Sadəcə bunlardır. Yoxsa hər ikisinin müalicəsi lazımdır. Hər ikisinin müalicəsi müasir dövrdə 2025-ci ildəyik biz və artıq mövcuddur. Sadəcə bəli, xüsusi sxemlərlə hər ikisi müalicə olunur. Düzdür, C tam müalicə olunur. HIV isə əgər, yəni HIV tək virus yox, əgər artıq xəstəliyə, yəni keçibsə, bəli, onun da öz müalicələri getməlidir. Dərmanlardan demişkən Zaur doktor, tutaq ki, hepatit C üçün yazılan dərmanları olsun və yaxud da ki, deyək ki, qaraciyərdən başqa orqanlara birdən biz qorxuya düşə bilərik. Təsiri ola bilərmi? Əgər olarsa, hansı hallarda problem yarada bilər? Elə ki, siz təyin edirsiniz dərmanları hepatit C üçün. Deyək ki, qaraciyərə təsir eləmir, başqa orqanlara təsir eləyir. Başa düşdüm. Yəni, mən problemi nədə olduğunu bilmək istəyirəm. Əgər olarsa da təsirsiz ötüşmür də bildiyim qədərilə. Deməli, baxın, indi bu müasir dərmanlar demək olar ki, əlavə təsirləri biz görmürük. Bu problemlər ciddi problemlər idi. Bir 6 il, 10 il bundan qabaq bu interferon dövründə interferonlar, ribavirin dərmanlar, onların əlavə təsirləri çox idi. Hətta insan gəlirdi, özünü çox gözəl hiss eləyirdi, əla hiss eləyirdi, gülümsəliyirdi, deyirdi, doktor, mən bunu hardan yoluxdum. Müalicə başlayanda insan artıq o, hətta o onkoloji pasiyentlər nə vaxt ki kimyanı alırlar, ona yaxın bir vəziyyətə düşürdü. Deyirdi ki, doktor, mən öz ayağımdan gəlmişəm, indi pis gündəyəm. Biz izah eləyirdik ki, bu dərmanın əlavə təsiridir, dözmək lazımdır. Amma hal-hazırda belə bir şeylər yoxdur. Müasir müalicələr demək olar ki, heç bir əlavə təsiri göstərmirlər və başqa digər orqanlara heç bir təsir etmirlər. Yoxdur. Aha. Qaraciyərdən başqa, belə deyək, hepatit C-nin özünün təsiri varmı başqa orqanlara? Bəli, hansıları deyə bilərsiniz? Bütün bədənə demək olar ki, təsir eləyə bilər. Əsasən də mən bu gün deyəsə vurğuladım, karbohidratların mübadiləsinə çox ciddi ziyan verir və hətta şəkərli diabetə qədər gətirib çıxarda bilir. Aha. Bir də çıxış yolunu siz vurğuladınız ki, transplantasiya, yəni ən son variant kimi biz qaraciyərin transplantasiyasından yəni istifadə etmiş oluruq. Əgər şansı belə deyək də həmin şəxsin doğrudan yüksək olursa, nə gözəl. Amma bəs bu o xəstənin bir daha hepatit C ilə üz-üzə qalması deməkdir bu? Deməli, baxın, daha doğrusu belə deyək də yenidən təkrarlana bilmə ehtimalını. Deməli, baxın, transplantasiya biz gedirik ancaq artıq dekompensa olunmuş sirozda, yəni artıq heç bir siroz müalicə olunmayan bir haldır, ancaq o vaxtdır. Bəli. Və istənilən pasiyent
müalicə alından sonra C hepatitə yenə yoluxa bilər. Köhnə virus qayıtmır. Biz virusu tam yox eləyirik. Amma istənilən bir pasiyent müalicədən sonra heç vaxt xəstə olmayan pasiyent kimi təzədən yoluxa bilər. Bu Şans eynidir. transplantasiyada aiddir. Yox, Mən transplantasiya transplantasiya heç bunu dəyişmir. Transplantasiya tam başqa bir şeydir. Transplantasiya qaraciyərin transplantasiyadır. Bəli, Virusa yəni- ümumiyyətlə heç bir təsir göstərmir. Transplantasiyanı biz eləyirik qaraciyər heç sıfır işləyəndə, yəni konkret işləməyəndə. Hepatit C-nin yəni təkrarlanma ehtimalı olmur bu zaman, bildim. Hepatit C-nin təkrarlanma Ehtimalı həmişə var. Yox, qaraciyər transplantasiyasından sonra Qaraciyər söhbət gedir. transplantasiya o riskləri azaltmır. Aha. Yaxşı, cərrahi əməliyyatlardan danışaq biraz. Yəni hepatit xəstələri üçün hansı cərrahi əməliyyatlar təhlükəli ola bilər? Yəni söhbət başqa. İstənilən bir əməliyyat, əgər əməliyyat prosesində hər hansısa bir uyğunsuzluq olsa, yəni hər hansı bir səhv buraxılsa, klinik tərəfdən insanlar yoluxa bilər. Əgər xəstə pasiyentin qanı, sağlam pasiyentin qanına toxunsa, insan yoluxur. Uşaqlarda və yeniyetmələrdə hepatit C infeksiyasının klinik gedişi böyüklərdən fərqlənir? Əgər fərqlənirsə necə? Demək olar ki, fərqlənmir, amma müalicə taktikaları və tarixləri nə vaxt bunu müalicə eləmək olar, nə vaxt olmaz. O müxtəlif fərqlər olur. Ona görə də onunla mütləq pediatrlar məşğul olmalıdır. Bir də müalicədən danışmışkən bəzən qeyri belə deyək də ənənəvi sulardan istifadə edən xəstələr olur. Deyir ki, bəlkə mən müəyyən bir bu alternativ müalicədə deyə bilər, bunu adlandıra bilər. Yəni bunlardan bəlkə istifadə etməklə hardasa hepatit C xəstəliyini, yəni biraz təhlükəsizliyini azalda bilərəm. Necə baxırsınız ümumiyyətlə belə bir metoda? Belə bir metodlara əlbəttə ki, riskli əlbəttə olar. Elmi olmayan metodlara elmə əsaslanan həkim əlbəttə ki, pis baxacaq. Əgər metodların elmi sübutu yoxdursa, bu vaxt itkisidir. Bu sağlamlıq itkisidir və bu pul itkisidir. Və bu hepatit xəstələri üçün də təhlükəlidir. Yəni bunu nəzərə alsınlar. Çünki müalicə tələb edən bir xəstəlikdir və orada bir neçə ayın belə təxirə salınması ciddi problemlərə, fəsadlara belə gətirib çıxara bilər. Aşkarlandısa mütləq şəkildə müalicəyə başlamaq lazımdır. Əgər təbii ki həkimin diaqnozu təyin olunur, dəqiq olaraq bildirilir. Ondan sonra artıq sizin üçün müəyyən bir taktika təyin olunur, müalicə taktikası. Belə müəyyən bir tövsiyəniz varsa dinləyicilərimizə, xüsusi olaraq hepatit C xəstələrinə və yaxud ümumiyyətlə bu xəstəliyi yoluxmamaq üçün biz nə edə bilərik? Özümüzün əlimizdən gələn bir şey varmı deyə bilərsiniz? Deməli, ilk öncə əgər bizə qulaq asırlarsa, deməli ümumiyyətlə tibblə və sağlamlıqla maraqlanırlarsa və mənim ən əsas tövsiyəm bunu davam eləsinlər. Bunu mütləq davam eləsinlər. Həm bu radioya, həm başqa ciddi mənbələrə fikir versinlər və burada səslənən bugün 2 saat ərzində biz nə səslənmişik, onlara riayət eləsinlər. Birinci. İkincisi, yenə də təkrar eləyirəm, pasiyentin əlində C hepatitə qarşı profilaktika pasiyentin əlində deyil, təəssüf ki. Ona görə ən əsası pasiyentlər nədən məlumatlı olmalıdırlar? Birinci, praktiki olaraq, onlar bilməlidirlər ki, ömür boyu heç olmasa bir dəfə yoxlanmalıdır hepatit C-ni. İkincisi, aşkar olunmasa sevinirlər. Aşkar olunsa qorxmasınlar. Bunun tam müalicəsi var. Müasir tibb bunun müalicəsini bilir. Sadəcə dərhal həkimlərə müraciət eləsinlər və müalicəni alsınlar. Bax belə. Beləcə yekunlaşdıra bilərik. Mən elə ki, bugünkü proqramımıza əsas məlumatları çatdırdıq dinləyicilərimizə. Yenə də unutduqlarımız oldusa da inşallah onu gələn dəfə hepatitlər mövzusunda biz səsləndirərik. Amma mən elə gəlir ki, unutduqlarınız olmadı. Yox, Zaur doktor. Unutduqlarımız olmayıb, amma C hepatit və ümumiyyətlə hepatitlər elə bir mövzudur ki, onu 10 saatda, 20 saatda, 20 gündə azdır ki, tam bu açıqlayan hər şey. Dinləyicilərdən də gəlin razılaşaq ki, maraqlı suallar gəldi. Tamamilə doğrudur, tamamilə razıyam. Çox xoşuma gələn suallar oldu. Yəqin ki, şəxsi təcrübələrindən, tutaq ki, yaxınların, əzizlərindən gəldi bu suallar. Çox ehtimallı elədir. Üz-üzə reallığı yəni əks etdirdi. Ona görə təşəkkür edirəm onlara da. Bax belə, unutmayaq, hepatit C səssiz olsa da, bayaq da söylədik, bəzən birdən-birə elə hücuma keçir ki, ona görə də həmişə diqqətli olun, qarşısını ala bilən bir xəstəlikdir. Bunu unutmayın. Mütəmadi müayinə lazımdır, sağlam həyat tərzi lazımdır, düzgün qidalanmaq lazımdır və
Mən də bunu arzulayıram sizə. Sağlamlığınıza diqqət edin, özünüzə yaxşı baxın. Zaur doktora da, Zaur Orucova da terapevtimizə təşəkkür edirəm gəldiyinə görə. Hələlik. Çox sağ olun. Sağ olun. Sağlam olmaq bizdən başlayır.